Küveyti görmək istəsəniz, Azərbaycan vətəndaşları Küveytə səfər etmək üçün əvvəlcədən viza almalıdırlar. Viza əldə etmək üçün Küveytin Azərbaycandakı səfirliyinə müraciət etmək və ya dəvət məktubu vasitəsilə prosesə başlamaq mümkündür. Hazırda Bakıdan Küveytə birbaşa uçuş yoxdur. Səyahət etmək üçün İstanbul, Doha və ya Dubay kimi şəhərlərdən tranzit reyslərdən istifadə etmək mümkündür. Uçuş müddəti tranzit vaxtından asılı olaraq 6-12 saat arasıdır. Səyahət xərcləri, uçuş bileti, viza rüsumu və otel seçimindən asılı olaraq dəyişir. Təyyarə biletləri orta hesabla 350-800 ABŞ dolları arasında, viza rüsumu isə 30-100 ABŞ dolları civarında olur. Küveytdə otel qiymətləri gecəlik 50-200 dollar arasında dəyişir. Əgər pasportunuzda İsrail vizası varsa, ölkəyə girmək imkansızdır. Ölkəyə giriş zamanı spirtli içkilər və ya donuz əti məhsullarının gətirilməsi qadağandır. Həmçinin Ramazan ayında ictimai yerlərdə yemək yemək, su içmək və siqaret çəkmək qəti olmaz. Mən turistəm, mənə keçərli deyil düşüncəsi ilə hərəkət etsəniz, həbs olunacağınızı unutmayın.